Mənəm pul ya. Səni istəyirəm. Qapısı aç ki. Bir dəqiqə deyəm. Qapısı bağlayıblar. Sən kimsən? Bir dəqiqə su çək. Su gəlsin. Davay getirib. Səni dağıtacaq. Bir dəqiqə onun Ağköydəki onun qanlı gedəcək anasının üstünə. Qanlı gedəcək. 10 dənə uşağı qoydu küçədə. Arvad və qızı var xanımlıq elə. Bütün cəmaatın anası babası yox. Toplayın vırsındır abi ne diyormuşsun? Keç karan toplusun diyorsun. Keç karan. Qapısı açın. Ano. Qapısı açsınlar bizim. Qapısını aç bağlayıblar bizi. Şövkət Həsənova evinə gəlsə də qapısına hasarlanmış görür. 24 apreldə o, qonşularında gecəliyib. Çünki gecə ilə evini söküblər. Gecə saat 2-də gəlib mənim evimi dağıdıblar. 2-də üstümə cumublar, uşaqlarımın üstə atıblar bizi bayra. Hər şeyim içəridə qalıb. Xaladeynikim, hər şeyim, pulum, unlarım, çörəkçilərim, hər şeyimi əlimdən alıblar deyəm. Deməli gedib hamısı orada. İcra hakimiyyətinə getmişəm. Yasamal rayonun rəisinin yanında olmuşam. İlham Əliyevə yazıb göndərmişəm. Mehriban xanıma göndərmişəm. Hamısına nə lazımdır mənim işimi görsün. Prinsiyet aparatında da yazıb göndərmişəm. 11 uşağın asıyam, 36 baş ailəyəm. Qarabağ 50'də oğlum. Hökumət Prinsiyet ona təqaüd verir, orden verib. Benim uşağımın evini belə salmaq düzgündür. Şövkət xanımın qızı Günay Manafova deyir ki, söküntünü aparan Olympus Park şirkətinin işçiləri onlara qarşı zorakılıq ediblər. Qardaşlarımı xəsarət yetiriblər də, Qarabağ 50'də bir qardaşım. Mənim bütün qardaşlarım əskərlikdə olub. Toka verdilər ayaqlarına, mamamı belə götürdülər, atdılar küçənin ortasına. Olympus Park şirkəti Hüseyin Cavid küçəsində hündür mərtəbəli binalar tikir. Sakinlər deyir ki, bu vaxta qədər 30 ailə tikintiyə görə köçürülüb. Amma onlar şirkətlə razılığa gəlməyiblər deyə evlərindən çıxmırlar. Gecə ilə baş verən söküntü onları da tədirgin edir. Mən deyə bilmərəm ki, onların aqibəti məni gözləyəməyə bilməz. Yox, mən gözləyirəm, bizə də ola bilər. Yox, gözləyirik. Bu birinci dəfə deyil, neçə dəfələrlə bu həyətdə, bu məhəllədə bu hadisələr baş verirdi. Hər ailə köçdükcə belə bir atmosfera yaranıbdı. Öz gəlirlər, gecələr sökürlər, tökürlər. Belə yox, mən gözləyirəm. Bilirəm ki, ola bilər. 5 günlük dünyaya gəlmişəm, mən də yaxşı yaşamaq istəyirəm. Hamı necə yaşamaq istəyirsə, biz də yaşamaq istəyirik. Mən də istəyirəm. Mən demirəm ki, mənə gətirsin, mənə 10 dənə otaq versin. Ən azı içində hərəkət eləməyə mənə ev versin. Vallahi qorxuruq. Heç səhərə kimi vallahi mən yatmıram. O körpələrlə otururum, səhərə kimi yatırım. Hamımız elə işığımızı yana-yana qoyuruq. Bəlkə bizim də evə gələ bilər, traktorla. Mən nə bilim, necə onun qapısına girib, mənim də evimə o fason girə bilər. Bax elə adam kimi, mən də qaldım çölün qırağında. Yaxşı, mən qalarım ki, çölün qırağında. Biz o körpə, bizim bu hökumətimiz hara baxır? Buna niyə bir əncam çəkə bilmir ki, yaxşı, bu insanlar çöldə qalmazsa. Biz öz hökumətimizə, öz prezidentimizə səsi nəyə görə vermişik? Yəni, bizə dayaq dəstək olsun. O mənada. Gəl, bugün mənim uşağım çöldə qalacaqsa, mən nə bilim, o gəlir mənə səs verir, bu gəlir mənə səs verir. Hamıya səs verir, bəs çöldə qalanda bizə kim səs verməlidir, kim bizə dəstək olmalıdır? Məsələ ilə bağlı Olympus Park şirkəti ilə əlaqə saxladıq. Şirkətdən suallarımıza cavab verən olmadı. Qaçırsın, çəkil! Dağırtıcı qaldı bu binanı, ona biləsiniz! Dağırtıcı!